434 manat alan pensiyaçılara yanvardan real dəyişiklik, məbləğ nə qədər olacaq? Yanvar ayından etibarən pensiya alan vətəndaşları maraqlandıran əsas suallardan biri cavabını tapır. 434 manat əmək pensiyası alan şəxslərin aylıq gəlirində təxminən 40 manata yaxın fərq yaranacaq. Məsələ ilə bağlı iqtisadi şərh verən Akif Nəsirli bildirir ki, söhbət əmək pensiyalarından gedirsə, qanunvericiliyə əsasən bu pensiyalar hər ilin yanvar ayında avtomatik indeksləşdirilir. İndeksləşmə əvvəlki il üzrə ölkədə orta aylıq əmək haqqının artım faizinə uyğun aparılır. Bu il üçün həmin göstəricinin 9,2% olduğu nəzərə alınarsa, 434 manat pensiya alan şəxs üçün hesablama belə formalaşır. 434 manatın 9,2%, 39,40 manat yeni pensiya məbləği, 474 manat ekspertin sözlərinə görə. Bu artım klassik mənada pensiya artımı deyil. Daha çox il ərzində pensiyanın itirilmiş real alıcılıq qabiliyyətinin kompensasiyasıdır. Yəni dövlət bu mexanizmlə pensiyanın dəyərdən düşməsinin qarşısını almağa çalışır. Akif Nəsirli onu da vurğulayır ki, indeksləşmə yalnız əmək pensiyalarına şamil olunur. Bununla paralel olaraq vətəndaşların əmək haqqından TSÖ-yə ödənilən sığorta kapitalı da ayrıca indeksləşdirilir. Bu indeksasiya isə illik inflyasiya səviyyəsinə əsaslanır və 2025-ci il üzrə təxminən 5-6% civarında gözlənilir. Qısacası yanvar ayından etibarən 434 manat pensiya alan vətəndaşlar üçün kağız üzərində olmasa da, cibdə hiss olunan bir dəyişiklik baş verəcək.